Dayı, o vaxtı mənim ən böyük xəyalım bilirsən nə idi? Nə idi bacı? Universitetə daxil olmaq. Amma dayı, mənim həyatımda sən yox idin. Mənim dalımda adam durmamış deyə mən universitetə girə bilmədim. Ev yox bacı oğlum. Nə varım, sağ bir universitet açın mı? Yox dayı, mən tamam fərqli bir şey elədim. Nə verdin bacı oğlum? Dayı, gəldim 3 dənə universitetin ortasında özümə bir dənə obyekt açdım. Bax, Bakı Dövləti, Texnik Universiteti, Memarlıq və İnşaatı. Bunların yanında düz ortasında özümə bir dənə restoran açdım. İndi mən universitetə yox, universitet mənim restoranıma gəlir. Samavar, Samavar, buranı deyirsən. Mənim də, buranı mən açdım. Gəl bax, dayı. Gedə. Dayı, bax, gördüyüm bir dənə böyük zal buradadır. Hər yerdə televizor var. Bura axşamlar dolu olur. O birisi zalda böyük monitoru var. Orada futbola baxırlar. Bura adamla dolu olur. Prosta sən gəlmirsən deyə buranı bağlatdırmışam. Gedək o birisi zala bax. Dayı, buradakı monitorun yekəliyinə bax, burada bir böyük saldır. Gəl otur, sana indi bir dənə set göstərəcək. Göstər, görüm, nə qəşən setdir, bacı oğlum. Al, deyirsən. Bax, dayı, 2 dənə premium tütündən qəlyandır. Qəşəng şəkildə bahalı tütünlərdir, bax. Yanında mürəbbəsidir. Mürəbbəni də nə yəni istəyən dəyiş, istəyən sinirkes qoy, istəyən bounty qoy. Fərq yoxdur. Yanında bax, milli paxlavadır. Bunu da istəyən, nə istəyən dəyişdirə bilirsən, istəyən türk paxlavası elə. Bax, yanında çayı. Bunların hamısı bir yerdə cəmi 35 manat. Bənə, bunu mən universitetə görə belirləmişəm ki, hamı bura axıntı eləsin, gəlsin. Bizim var ha, bundan ucuz setlərimiz var. Prosta qıraqdan baxanda elə bilirlər ki, samavar bahalı yerdir. Amma qəşəng ekonom yerdir, tələbələr gəlib otura bilər. Amma belə setə dollar sən mənim ağzında. Mənim pullu dayım var, mənim canım